Esselamu Aleyküm ve Rahmetullah. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil Alemin. Vessalatu vesselamu ala Resulillahil Emin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasim el Mustafa Muhammed. Ve ala ehli beytihi tayyibine tahirinel masuminel mükerremin usikum ve nefsi bi tegvallah. Sizə və özümə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Mübarək Ramazan ayı ilə bağlı söhbətimiz inşallah ikinci xutbədə olacaq. Bu birinci xutbəmizi keçən həftə danışdığımız mövzunun davamına həsr edirik və dedik ki, bu mövzu yəqin ki, hətta bir neçə ay bundan sonra da davam edəcək. Mövzumuz mənəvi inkişafın maniyələri barədə idi. Keçən söhbətimizdə qeyd etdik ki, ümumiyyətlə az sayda insan mənəvi inkişaf fikrindədir. Çoxları mənəviyyatda aza qane olur və deyir ki, məsələn, elə cəhənnəmdən qurtarsam bəsdir, cənnətin qapısından içəri girsəm kifayətdir. Ustad Amuli deyirdi ki, cəhənnəmə getməmək hünər deyil, Cavadı Amuli. Ora dəlilər də getməyəcək, əqli qüsuru olan insanlar, uşaqlar da getməyəcək. Bu böyük bir hünər deyil. Quran məntiqinə müraciət etsək, İnsan daim yüksəlmək fikrində olmalıdır. İnsan dünyada bilirsiniz özünü necə hiss etməlidir? Müsabiqə halında. Bu müsabiqə daha yaxşı olmaq uğrunda müsabiqədir. Liyabluvakum eyyukum əhsanu əməla. Allah yaradıb görsün kim daha yaxşı əməl sahibidir. Keçən dəfə dedik, insan pislə yaxşı arasında seçim etmək üçün dünyaya gəlməyib. İnsan yaxşı ilə daha yaxşı arasında seçim etmək üçün dünyaya gəlib. İnsanın imtihanının mənası pislə yaxşı arasında seçim etmək deyil. Pislə yaxşı arasında yaxşını seçmək böyük hünər deyil. Yaxşıdan daha yaxşını, daha dürüstü, daha doğrunu seçmək böyük bir hünər sayılır insan üçün. Və dinin əsas məqsədi insanı bədbəxtçilikdən qurtarmaq deyil. Bu dinin ibtidai işidir. Din gəlməyib bizi bədbəxtçilikdən qurtarsın. Din gəlib bizi xoşbəxtliyin zirvəsinə uzatsın. Din gəlməyib ki, bizi günahdan uzaqlaşdırsın. Günahdan uzaqlaşmaq dinin əlifbasıdır, ilk addımıdır. Dinin ən son məqsədi bu deyil ki, biz günah etməyək. Din gəlib bizi kamilliyin ən uca zirvələrinə qaldırsın. Dinin məqsədi budur. Və insan öz fitrətinə müraciət edərsə, öz daxilinə müraciət edərsə, görər ki, insan belə bir varlıq deyil. Məsələn, bir yeməkdir, pişirmişik, onu gərək soyuq yerdə saxlayaq ki, xarab olmasın. İnsanın son istəyi bu olmamalıdır ki, xarab olmasın. İnsan inkişaf fikrində olmalıdır. İnsan bir büllur deyil, bir qiymətli daş deyil ki, onu qoruyaq ki, sınmasın. Son məqsəd bu deyil. İnsanın əsas məqsədi daim inkişaf etməkdir, yaxşılıqlarda qabağa getməkdir. İnsan inkişaf etmək üçün yaranıb. Bu insanın fitrətinin tələbidir. İnsan belə bir fitrətə sahibdir. İnsan üçün elə bir məqsəd yoxdur ki, ona çatan kimi bitsin. Ümumiyyətlə, insan üçün son nöqtə yoxdur. Dayandığı bir yer yoxdur. İnsan dayanmamalıdır. İnsan belə yaranıb, ruhu belədir ki, haradasa dayanmaq nöqtəsi yoxdur. Ki, mən çatdım. Dində çatdım adlı bir şey yoxdur. Söhbət dində getmir. Yəni, insanın fitrəti budur. İnsan üçün, daha doğrusu, insan üçün dayanmaq nöqtəsi yoxdur. İnsan hansısa bir nöqtəyə çatıb, məqsədə çatdım deyə bilməz. İnsanın fitrəti bunu təsdiq edir. Hətta dünya işlərinə baxın, dünya ilə məşğul olan insanlara baxın, həmişə nəsə əldə etməyə çalışır. Bu müxtəliflik istəyi, daha irəli getmək istəyi bizim fitrətimizin tələbidir. İnsan bir nöqtəyə çatıb orada dayanmaq istəmir. Haradasa dayandısa, dayanmaqdan yorulur. İnsan hərəkətdədir, irəli getmək istəyir.
Gərək biz bu mövzuya baxışımızı dəyişək. Xüsusilə bugün Ramazan ayı ərəfəsində. İnsan yaranmayıb ki, desinlər yaxşı adamdır. Maşallah, oğurluq eləmir, onun bunun namusuna baxmır, yalan danışmır. Bunlar yaxşıdır, olsun. Amma bu son məqsəd deyil, sözüm budur. Bunlar yaxşıdır, yox, bunlar vacibdir. Amma bunlar kamilliyin ilk addımlarıdır. İnsan oğurluq eləmir, kiminsə namusuna sataşmır, üzr istəyirəm sizdən, yalan danışmır, qeybət eləmir. Bunlar insan üçün böyük bir fəzilət deyil, bunlar yolun başlanğıcıdır. Deyək ki, bəli, bu yaxşı adamdır və salam, məqsədə çatdı. Əgər hər hansı bir din insanı bir sabit nöqtədə saxlasa, o din adamı yorar. O din bezdirici bir din olar. Amma çoxumuzun dinə yanaşmamız minimum yanaşmadır. Dində biz nə üçünsə gəlib aza qane oluruq. Hərçənd ki, bu bizim fitrətimizə ziddir. Bu bizim bütün quruluşumuza zidd olduğu halda biz gəlib aza qane oluruq. İnsan binəhayət, sonsuz hədəflər üçün yaranıb. Yəni, hədəf yoxdur, bəlli bir nöqtə yoxdur. Siz fikir verirsiniz, elm öyrəndikcə yenə var. Hansı alim deyə bilər, mən çatdım elmdə. Hər şeyi bilirəm. Elmdə dayanma nöqtəsi var, xeyr. Ümumiyyətlə, heç bir şeydə dayanma nöqtəsi yoxdur. Kamillik sonsuz bir prosesdir. Getdikcə getməli olan bir prosesdir. İnsan yolun əvvəlində gərək hərəkətə başlasın. Gərək davamlı inkişaf fikrində olsun. Din bizə nə üçün göndərilib? Din bu sonsuzluq ehtiyacını ödəmək üçün bizə göndərilib. İnsan ruhu olduqca əzəmətlidir. Mən bu mövzuda sizinlə çox söhbət eləmişəm. Bilirsiniz ki, insan ruhu olduqca əzəmətlidir. Təsəvvür olunmaz qədər əzəmətlidir. İnsan ruhundan üstün bir varlıq yaranmayıb, olduqca dərindir, dərinliyini təsəvvür etmək mümkün deyil. O qədər dərindir ki, sonsuzluğa qədər dərindir. Allaha qədər dərindir, Allaha qədər gedir bu yol. Və din də bu əzəmətə uyğun olaraq göndərilib. Dinin ölçüsü insanın ölçülərinə uyğundur. Necə insan əzəmətlidir, din də onun ruhunun əzəmətinə uyğun olaraq tənzimlənib. İnsanın qarşısında sözün qısası sonsuz bir yol var. Bu yolun son dayanacağı yoxdur. İnsan daim irəli gedir, ölümlə də dayanmır. Elə bilirsiniz, ölüm sondur, xeyr, insan cənnətdə yerləşir və daim arta gedir. Daim, bundan götürün insan nə qədər böyüdür. İnsan cənnətdə dayanmır. Elə bilirsiniz, cənnətə getdi və vəssalam, bitdi, dayandı. Xeyr, insan cənnətdə də günü-gündən irəli gedir. Sonsuzluğa doğru. Allahda seyr edir. Allah sonsuz olduğu üçün insanın yolu da sonsuzdur. Peyğəmbərimizdən tutmuş adi imamlara və adi insanlara qədər hamısı hər an inkişafdadılar. Allaha çatdım sözü yanlış sözdür. Heç kəs Allaha çata bilməz. Allaha qovuşmaq bu anlamda deyil ki, yol bitdi, yol davam edir. Nə qədər yaxınsansa Allaha daha da yaxınlaşa bilərsən. Yaxınlaşdıqca hərarət daha da artır, daha da qabağa getmək istəyirsən. İnsan durğunluğa nifrət eləməlidir, dayanmağa nifrət eləməlidir, dayanmaqdan qaçmalıdır. Keçən dəfə dedik, yadınızdadır, İmam Sadiq əleyhissalam buyurur, məğbun, məl'un, məğbun nədir? Məğbun ziyankar adama deyilir. Məl'un lənət olunmuş adama deyilir. Bu kim haqqındadır bu sözlər? İki günü bir-birinə bərabər olan adam ziyankardır. Dayanan insan məl'undur, Allahın rəhmətindən uzaqdır. Deməli, təhlükəlidir dayanmaq. Gərək biz dayanmağa nifrət eləyək. Həmişə bu fikirdə olaq ki, daha yaxşı ola bildimmi? Dünənkindən bir addım qabağa gedə bilmişəmmi? Daha yaxşı Quran oxuya bilirəmmi? Qurandan daha çox anlaya bilirəmmi? Hər gün bu fikirdə olsun insan. Tövbə bilirsiniz nədir? Dünəndən tövbə etməkdir. Tövbə təkcə günahdan tövbə etmək deyil.
Gərək bizim vücudumuzu qəm bürüsün. Nəyin qəmi bürüsün? Nəyin qəmi bürüsün? Gün keçib mən qabağa getməmişəm. Bundan böyük qəm ola bilməz insan üçün. Ki, gün dəyişib mən irəli getməmişəm, qabağa getməmişəm. Yaxud zəif hərəkət eləyirəm. İnsanın yeganə qəmi budur. Mən bu söhbətdə məqsədim budur ki, bizim gərək inkişaf etməyə şövqümüz və dayanmağa nifrətimiz günü-gündən artsın. Dayanmaqdan qorxaq. Din belə insanlar üçün göndərilib, bax. Din gəlməyib bizə 5-10 dənə əməl elətdirsin və 5-10 əməldən çəkindirsin. Belə bəsit yanaşmaq olmaz dinə. Din o adamlar üçün göndərilib ki, bir nəhayət yol getmək istəyirlər. Din bu insanlar üçün göndərilib. Təkamül yolu belə bir yoldur ki, dayanmaq həlakətə bərabərdir, bədbəxtliyə bərabərdir. Və bu çox mühüm mövzudur. Ona görə biz bu cümələrdə bizi inkişafdan saxlayan nələrdir, ondan danışacağıq. Bu sizin hamınız üçün bilirəm ki, maraqlı olar yəqin ki. Çünki mənə həmişə ünvanlanan suallardan bunu başa düşürəm ki, insanlar şükür Allaha artıq öz inkişafının fikrindədirlər. Və deyirlər, niyə biz inkişafdan geri qalırıq? Hər cür inkişafı nəzərdə tuturam. İstər maddi, istər intellektual, hər cür inkişafdan. Bu inkişafın maneələrini araşdırmaq lazımdır ki, nə səbəb olur ki, biz inkişaf edə bilmirik? Biz durğunluğa nifrət etmiriksə çox naqis insanlarıq və bu naqisliyin kökü bəzi mənəvi xəstəliklərdir. Gərək bu xəstəlikləri müəyyən edək ki, hansılar bizi yoldan saxlayır? Quranda daimi və davamlı inkişafa sövq edilirik. Quran-ı Kərimdə bu davamlı inkişaf bir sözlə ifadə olunur. O bir söz hamımıza tanış sözdür. İnkişaf hansı sözlə ifadə olunur? Təzkiyə sözü ilə. Təzkiyəni biz həmişə belə işlədirik. Təzkiyə yəni təmizlənmə. Bir qədər düz tərcümə deyil. Təmizlənmə də təzkiyəyə daxildir. Amma təzkiyə sırf təmizlənmə deyil. Daimi təmizlənmədir. Daimi inkişafdır. Təzkiyənin mənası budur. Qəd əfləhə mən zəkkaha. Təzkiyə olunan nicat tapdı. Yəni daim inkişafda olan nicat tapdı. Peyğəmbərləri də göndərilmə məqsədi haqqında danışır Quran. Buyurur liyuzəkkihim. Peyğəmbər gəlib ki, sizi təzkiyə etdirsin. Yəni davamlı inkişafa sövq etdirsin. Davamlı tərəqqiyə sövq etdirsin. Hər gün namazda niyə deyirik? Düşünmüsünüz? İhdinəs sıratəl müstəqim. Deyə bilər, hidayət olunmuşam da. Hər gün deyirik, bizi doğru yola yönəld. Maraqlı sözdür, axı mən doğru yolda deyiləm məyər? Xeyr, doğru yol elə bir nöqtə deyil ki, dayanım. Doğru yoldayamsa daha doğru, yaxşıyamsa daha yaxşı var. Odur ki, hər gün namazda ihdinəs sıratəl müstəqim deməyin sirri budur ki, yəni hər gün daha qabağa getməyi düşün və Allahdan istə ki, səni irəli aparsın. Ya eyyuhəllədinə amenu, aminu, ey iman gətirənlər, iman gətirin. Bu ayələr haqda düşünmüsünüz? Mən daha iman gətirmişəm. Yenidən nəyə iman gətirim? Axı iman bir nöqtə deyil ki, ora çatdım, dayanım. İmanın dərəcələri var və bu dərəcələr sonsuzdur. Və bütün bunlar Quranda təzkiyə sözü ilə ifadə olunur. Allah bizim ruhumuzu gözəl yaradıb. Və nəfsin və mə səvvaha. And olsun ruha və onu yaradana. Fəəlhəməhə fucuraha və təqvaha. Və ona yaxşılıqları və pislikləri ilham edənə. Yaxşılıqlar, pisliklər yolun zəruri şərtləridir. Ondan sonra deyir, qəd əfləhə mən zəkkaha. Xoşbəxt kimdir? Daim inkişafda olanlar xoşbəxt oldu. Təzkiyə budur. Daim inkişaf edən, daim təmizlənənlər xoşbəxt oldu. Və qəd xabə mən dəssaha. Və kimlər bədbəxt oldu? O kəs ki, diyandı bədbəxt oldu. Bu yolda dayananlar bədbəxt oldu. Dayanmaq süquta bərabərdir. Bu ona bənzəyir ki, bir bitkiyə gün işığının düşməsinin qarşısını alasan, boğulsun, nəfəsi kəsilsin, ölsün. Dəssaha budur.
İnkişafdan dayanmaqdır. Zəkat sözü yadınızdadır. Zəkat sözü budur. Zəkat sözü də zəkkaha, təzkiyə sözündəndir. Zəkat ödəyirik, yəni inkişafa sövq etdirən əsas amillərdən biridir. Görmüsünüz, ağacı qol-budağın kəsirlər ki, inkişaf eləsin. Buna budamaq deyirlər də ağacı, budamaq. Malın zəkatı nədir? Həmin o qol-budağı kəsmək kimidir ki, daha çox alsın, daha da artsın. Zəkatın mənası budur. Malın bərəkətinin, miqdarının, həzminin inkişaf etməsi, artması. Bir nəfər gəldi İmam Sadiq əleyhissalama, bəli, İmam Sadiq əleyhissalama dedi ki, mən çox kasıbam, vəziyyətim pisdir, sıxıntı içindəyəm. İmam nə desə yaxşıdır? Dedi, get sədəqə ver. Deyir, axı, mən deyirəm ki, mənim vəziyyətim ağırdır, yeməyimi güclə təmin edirəm, ailəm pis vəziyyətdədir, mən nədən sədəqə verim? Deyir, nəyim var? Nəyim var? Ən az sərvətindən, malından, nə olursa olsun sədəqə ver. Sədəqə ver ki, artsın. Deyir, getdi, sədəqə verdi, gələn il gəldi, bir ildən sonra dedi ki, ağa, təşəkkür edirəm, var dövlətimi yığıb-yığışdıra bilmirəm bu bir il ərzində. O sədəqənin bərəkətindən. İnkişaf bəzən ödəməkdədir. Zəkatul ilm nəşruhu. Elmin zəkatı onu nəşr etməkdir, yəni onu paylaşmaqdır, bölüşməkdir. Elm əhli bunu təsdiq edirlər. Elm qəribə bir şeydir, xərclədikcə artır. Bir şeyi bilirsən, dərsin keçirsən, savadın artır o sahədə. Paylaşdıqca çoxalır. Təzkiyə, yəni inkişaf etmək. Ruhu inkişaf etdirmək və Quranda ən çox işlənən sözlərdən biri təzkiyədir. Ramazan ayı bitəndə nə oxuyuruq bayram namazında? Şəms surəsi, Leyl surəsi, hamısında təzkiyədən danışılır. Yəni Ramazan ayı bitdi, məni daimi inkişaf yoluna apardı. Məni daimi tərəqqi yoluna apardı. İnsan məhdudiyyəti sevmir. İnsan belə yaranıb ki, məhdud olmağı sevmir. Ona görə Allah Quranda deyir, axı, əraditum bil həyatid dünya, dünyaya mı razı oldunuz? Yəni, nə deməkdir bu? Yəni, axı, səni mən belə yaratmamışam. Sən niyə özvə qarşı gedirsən? Səni mən belə yaratmamışam, sən kiçik dünyaya qane olasan. Bir özvə gəl. Özvə gəl, gör, bu kiçik dünya sənə kifayət edirmi? Axı, bu sənin quruluşu və ziddir. Sən neynəmirsən ki, bu günə qalmısan? Sən öz ruhu nə günə qoymusan ki, sən 5-10 günlük dünyaya mı razı oldun? Bu sualda çox sirrlər var. Yəni, axı, mən səni belə yaratmamışam. Sən içvə bir baş vur, gör, sənin quruluşuva uyğundur bu dünya. Bu dünya sənə kifayət edir. Bir dənə sual verim sizə. Bu maraqlı bir sualdır mənim üçün. Hansı insan daha pisdir? Hansı insan daha pisdir? Özünü dünya ilə məhdudlaşdıran adam, yoxsa mömin insan ki, özünü 5-10 dənə yaxşı əməllə məhdudlaşdırır. Hansı daha pis adamdır? Dünya ilə kifayətlənən ki, dünya bəsimdir. Yoxsa axirət yoluna çıxıb, az əmələ qane olan, mən deyərdim, ikinci insan birincidən daha pisdir. Dünyaya qane olandan daha pis, din yoluna gəlib, dində aza qane olan adamlardır. Çünki dünyaya razı olan adam imanın ləzzətini dadmayıb. Amma bir adam iman yolunda ola, imanın ləzzətini bildikdən sonra az imanla kifayətlənirsə, bu ondan daha pis adamdır. Bu imana qarşı hörmətsizlikdir, dinə qarşı hörmətsizlikdir. Bilirsiniz, şeytanın bir yolunu sizə öyrədim. Şeytan bizi günaha çəkə bilməyəndə ən gözəl silahı onun üçün gözəl, bizim üçün təhlükəli. Silahı bilirsiniz nədir? Görəndə ki, günaha çəkə bilmir bizi, bizə belə deyir ki, bu qədər yaxşı olmaq bəsündür. Cəmaat gör, nə oyun çıxardır. Maşallah, sən nə yaxşı adamsan, ev yıxmırsan, ona sataşmırsan. Başlayır pis adamları gözünün önündə canlandırır, deyir, onlara bax, özüvə bax, əlasan, maşallah, çatmısan sən. Bax, bu daha təhlükəlidir. Şeytan insanı dində, mənəviyyatda aza qane edib arxayınlaşdırır, bu onun öldürücü silahıdır. Öldürücü silahıdır. İnsan əldə etdiyi ilə kifayətləndisə, bax buna deyirlər, və qəd xabə mən dəssaha,
həlak oldu aza qane olan, həlak oldu inkişafdan dayanan insanlar. O gün ki, dedin, day bəsimdir, mən çatmışam, yaxşı adamam, bil ki, bədbəxtçiliyin başlanğıc nöqtəsidir. Diyandunsa, bil ki, bədbəxtçilik yoluna qədəm qoydun. İnsan daim dəyişməlidir. Fəsilləri görmüsünüz, dəyişir, görmüşüz də, görmüşüz deyəndə görmüşük. Yaz gəlir, yay gəlir, payız gəlir, qış gəlir. Yazda yarpaqlar çıxır, qışda tökülür. İnsan mənəviyyatında da belə proseslər olur. Deyir ki, məsələn, adam, deyir ki, mən elə bil biraz zəifləmişəm imanda. Əvvəlki halım qalmayıb. Bu bilirsiniz nə deməkdir? Bu o demək deyil, insan ruhdan düşsün. Ona demək lazımdır ki, sənin mənəviyyatın qışı gəlib çatıb. Mənəviyyatın qışı çatıb. Bu qışı öt, yenidən bahar gələcək. Allah özü belə eləyir. Elə ki, çiçəkləndin. Təzə eyiblər üzə çıxardır, təzə eyiblər. Bir sıra eyibləri aradan apardın, bir qat eyiblərdən getdi. Yenilər çıxır, elə bilirsən tənəzzül elədin. Xeyr, tənəzzül eləməmsən. Bu, mənəviyyatın qışı gəldi, növbəti fəsil gəldi. Onları aradan apar, yenidən bahar gəlir yeni keyfiyyətlə. Bahar gəldi, yenidən başlayır o pisliklər üzə çıxmağa və bu proses davam eləyir. Peyğəmbər səviyyəsinə də çatsın, öz səviyyəndə görürsən ki, hansısa bir pislik hiss edirsən. Fəsillər kimi bir-birini əvəz edir. O tənəzzül deyil, sən qorxma, demə ki, mənim halım xarab oldu. Sən yoldasan əsas, yoldasan. Yoldasan və daim pisliklər düzərəcək. Sən onları aradan aparacaqsan. Ruhun çiçəklənəcək, növbəti mərhələ gələcək, yeni pisliklər düzərəcək. Bu, fəsil kimi bir-birini əvəz edəcək və sən qabağa gedəcəksən, inkişaf edəcəksən. Qışda qalmayasan əsas, qışda qaldın, öldün. Qışdan sonra yaz gələcək, yazın gəlişinə çalışasan. Yoxsa ki, namaz qılıram, oruç tuturam, günah eləmirəm, bəsimdir. Xahiş edirəm, belə düşünməyin. Bəsimdir sözü deməyin, xahiş edirəm, deməyin. Mənəviyyatda bəsimdir sözü demək ölümə bərabərdir. Ona görə dayanmağa səbəb olan əməllər və xislətləri xüsusi pisləyib dinimiz. Ucub, eşitmişsiniz? Ucub. Ucub bir xüsusiyyətdir də insanda. Ucubun mənası özündən razılıqdır. Özündən razılıq. Peyğəmbər görün nə kəskin söz deyir. Deyir, ibadət edib özündən razı olmaqdansa günah edib özündən narazı olmaq daha yaxşıdır. Bilirsiniz niyə görə? Çünki özündən razı oldun, dayandın. Dayanmaq o qədər pisdir ki, deyir, itayət dayanmağa səbəb olacaqsa, ondansa günah elə, günahdan peşman olub inkişaf elə, bu daha yaxşıdır. İnkişaf görün nə qədər önəmlidir. Hər hansı itayət dayanmağa səbəb olacaqsa, deyir, həlak oldu o insan. Şeytan belə demir ki, mən birini günaha çəkəndə onu bədbəxt edirəm, belə demir. Deyir ki, bilirsiniz, insan nə vaxt mənimdir, ki, ona tam hakiməm. Sizcə nə vaxt? Demir ki, mən günaha çəkəndə ona hakiməm. Deyir ki, ibadətini birinin gözündə böyüdürəm, özündən razı olur, inkişafdan qalır, şeytan deyir, artıq o mənimdir. Günahkarın qayıdış yolu var, bunun qayıdış yolu çətindir. Özündən razı adamın qayıdış yolu çətindir. Ramazan ayına daxil oluruq, çox mübarək aya daxil oluruq, saatlar qalıb Ramazan ayının gəlişinə. Artıq şam azanı veriləndə inşallah Ramazan ayının hilalı doğacaq bu gecə. Ramazan ayına daxil olarkən mən sizə bir hal deyim, kiçik qardaşınız kimi peşman olmazsınız, əli boş adamlar kimi daxil olun Ramazan ayına. Ramazan ayına daxil olarkən nəyəsə söykənib daxil olmayın, əli boş adam kimi, heç nəsiz, elə bil bugün dinə gəlmişsiniz. Elə bil ki, ömrünüz günahda keçib bir dənə də yaxşılığınız yoxdur. Bu şəkildə Ramazan ayına daxil olun. Dindarlığın ən böyük bəlası qürurdur, qürur, özündən razılıq, təkəbbür. Dindarın ən böyük bəlası budur ki, hey gözü günahkarlara baxır, Ramazan ayında isti gündə oruç tutur, baxır biri küçədə siqaret çəkə-çəkə gedir, özündən razı olur, özünü qəhrəman bilir, yavaş-yavaş başı qalxır, yavaş-yavaş qolunun altına qarpız ki, mən oruç tuturam, bu bədbəxtə bax, bu biçarəyə bax, filan, onunla da bədbəxt oldu.
Onunla da bədbəxt olur. Amma mömin o adamdır ki, baxsın desin, o məndən üstündür. Düzdür, oruç tutmayıb. Amma mən bilmirəm, Allahın məndən gözləntisi nədir, ondan nədir, o hansı mühitdə formalaşıb, o nə qədər həqiqətdən başa düşüb, mən nə qədər başa düşmüşəm. Dindarlıq budur ki, artdıqca baş aşağı düşsün. Dindarlıq budur. İnsan daha borclu hesab eləsin özünü. Yolu getdikcə başın qalxırsa, ayağın altını görmürsə, bil ki, təhlükəli yoldasan. Bil ki, təhlükəli yoldasan. Dindarlıq budur ki, artdıqca narahatçılıq da çoxalsın. Özdə bu istirab acı istirab deyil, stres deyil bu. Stres deyil bu. Bu istirab şirin istirabdır, şirin qəmdir. O adam ki, daha yaxşı olmağın qəmi ilə qəmlənir, onun qəmi onu yormur, onu stresə salmır. Bu qəm insana xoşluq verir, sevinc verir eyni zamanda. O adam ki, inkişaf etmək qəmi ilə qəmlənir, onun qəmi də şirindir, qəmi də dadlıdır. İnsan diyandısa xarab olur, vücudu, üzr istəyirəm sizdən, iylənir, pis qoxu verməyə başlayır. Təzkiyənin mənası budur ki, yuxarı getdikcə get, bir hədd yoxdur, dayanmaq ölümdür bu yolda. Biri ki, yaxşı adam oldu, biri dinə gəldi, demirik, vəssalam, şükür, bitdi, belə deməyək. Biri dinə bugün gəldisə, deyək, maraqlıdır, görək, axırı nə olacaq, maraqlı budur. Görək, yaxşılıqlarda hara qədər gedəcək, yol indi başlanır. Maraq bundan sonradır. Görək, nə qədər gedəcək. Yaxşı adam diyandısa, ən qatı cinayətkara çevrilir. Da nə deyim sizə? Nə deyim, bundan artıq nə deyim? Şeytanın günahı nə idi? Şeytanın günahı bu idi ki, diyandı. Diyandı. Oldu şeytan. Şeytan olmağın yolu budur, mənəviyyatda diyanmaq. Tarixə baxın, yaxşı olub, yaxşılıqda diyanan insanlar elə cinayətlər eləyib ki, heç bir zina eləyən, şərab içən o cinayətlər eləməyib. Tarixin bütün cinayətlərini kim eləyib? İmam başı kəsənlər kimlərdir? Dinə gəlib, dində bir sıra əməllər eləyib, qürura qapılıb, özündən razı olub diyanan adamlar. Bundan o yana nə deyim sizə? Görün, hansı cinayətlərə imza atıblar. Sizcə bu təsadüfdür İbn-i Mülcəm Əlini öldürsün. Sizcə bu təsadüfdür Şimr İmam Hüseynin başını kəssin. Allah bir araq içən, bir zina eləyən tapmırdı ki, gəlsin Əlini öldürsün. Allah bir günahkar oğurluq eləyən tapmırdı, gəldi İmam Hüseynin başın bədənindən ayırsın. Xeyr, İmam Hüseynin başın bədənindən ayıran piyada 20 neçə dəfə həccə gedən adam olmalıdır. Belə adamların içindən birini seçir. İmam Hüseyin Həzrət Əli əleyhissalamın başına qılınc zərbəsi vuran, gecələr ibadət edib, gündüz oruç tutan adam olmalıdır. Amma hansı səviyyədə o ibadətinə qürurlanan və inkişafdan dayanan. Qürur gəldisə, özündən razılıq gəldi, bu dayanma nöqtəsidir. Tarixin bütün əsas cinayətlərini bu adamlar eləyib. Və bundan sonra da edəcəklər. Bütün cinayətlərin bugün də əsas iştirakçıları belə insanlardır. Yaxşı yola çıxdınsa, təhlükələr təzdən artır. Çünki yaxşılıq adama mane ola bilir inkişaf eləməyə. Həsəd nə zaman olur? Mən yaxşıyam, daha yaxşını görəndə. 6000 illik ibadəti olmasaydı şeytanın, Adəmə paxıllıq eləməzdi. Dedi, mən 6000 ildir sənə ibadət edirəm, deyirsən, get buna səcdə elə. Yaxşılıqlar səbəb oldu süqut eləməyinə. İbadət səbəb oldu təkəbbür eləməyinə. Yaxşılıqlar gəlir, ən təhlükəli vəziyyət yaranır. O zaman ki, insan yaxşılığa qane oldu. 5-10 yaxşı əməl elədi, təkəbbür adamı bürüdürsə, deməli, yəni, bəsdir, mən artıq çatmışam. İnsan daim inkişafda olmalıdır. Sözümü bitirirəm, sizə şad xəbər verirəm ki, sözümü tez bitirirəm. Xüsusən gün altında dayanan insanlar var, mən onlardan üzr istəyirəm. Hər dəfə mən narahat oluram ki, onlar istidə qalır, mən də həftədə bir dəfədir dərslər olsaydı, çoxlu bu marif, İslam marifi yayılsaydı, bu qədər danışmağa ehtiyac olmazdı. Mən heç elə bilməyin ki, burada könül xoşluğu ilə danışıram. Sadəcə olaraq bu mövzular o qədər işlənməyib ki, danışılmayıb ki, indi başlayırsan, məcbur olursan ki, izah edəsən, açıqlayasan. Demirəm, əstəğfurullah, burada insanlar başa düşən insanlardır. Sadəcə mövzular işlənməyib. Ona görə məcbur oluram ki, biraz geniş danışım və hər dəfə də buna görə narahat oluram. Sözümün bu yerində Həzrət Əli əleyhissalam mənim yadıma düşür. Hər dəfə
Bilmirəm, bu mövzu gələndə bu ayın, Ramazan ayının şəhidi Əli ibn Əbu Talib insanın gözünün önündə canlanır. Kəbədə doğulan şəxs. Allah Əlidən nə qədər arxayındır ki, Əlini qürur bürüməyəcək, onu Kəbədə dünyaya gətirir. Gör, nə qədər bundan arxayındır. Gör, nə qədər arxayındır ki, bu kişini bir zərrə qədər qürur və təkəbbür bürüməyəcək. Odur ki, öz evini ona doğum evi qərar verir. Kəbənin içində dünyaya gəlir. Allah Əlidən nə qədər arxayındır ki, Peyğəmbərin dili ilə bu sözü çatdırır. Zərbətu Əliyyin yevməl xəndəq əfzəl min ibadətis səqələyn. Bir zərbəsi insan və cinin qiyamətə qədər elədiyi ibadətlərdən üstündür. Görün, nə qədər arxayındır. Birini bir kəlmə, bir dənə mənim kimi birisi tərifləyir, başı gicəllənir. Allahın Rəsulu bunun barəsində bu sözü deyir. Allah arxayındır. Əlini qürur bürüməyəcək. Heç zaman bürüməyəcək. Arxayındır ki, 300-dən çox ayədə Quranda onu tərif eləyir. Arxayındır ki, o Peyğəmbərin yerində yatır, onun bir nəfəsi bizim hamımızın ibadətimizdən üstündür. Arxayındır ki, Xeybər qalalarının fəthində bir neçə nəfər Peyğəmbər göndərir, əli boş qayıdırlar, düşmənə arxa çevirib qayıdırlar. Peyğəmbər buyurur, sabah bayrağı elə bir şəxsə verəcəm ki, o Allahı və Rəsulunu sevir, Allah və Rəsulu onu sevir. Ən gözəl tərifləri onun barəsində deyir, ən gözəl tərifləri. Amma baxın yanaşmasına, özünə görün necə yanaşır. Şəbaniyə xutbəsidir, belə bugün, Şəban ayının son cüməsi. Peyğəmbər danışır Ramazan ayının fəzilətindən. Bu qədər savab yığmış Həzrət Əli, nə qədər savab yığıb, dedim də savablarının bir hissəsini dedim. Deyərsən, day bəsid də, görün nə soruşur. Xütbə bitən kimi qalxır ayağa, ya Rasulallah, bu ayda ən üstün əməl hansıdır? Yəni, mən yenə də istəyirəm inkişaf eləyim, dayanmaq yoxdur. Ən üstün maraqlandırır əlini, ən üstün əməl. Əl-vəra' ən məharimillah. Bu ayda, ya Əli, ən üstün əməl günahlardan çəkinməkdir. Onu deyən kimi Peyğəmbər birdən üzünün rəngi dəyişir, çöhrəsi dəyişir və ixtiyarsız gözündən yaş axmağa başlayır. Hamı baxır Peyğəmbərə, Əli əleyhissalam da baxır. Atam, anam sənə fəda olsun, ya Rasulallah. Ağlamağımın səbəbi nədir? Buyurur ki, Əli, elə bil gözümlə görürəm ki, bu ayın gecələrindən birində insanların ən bədbəxti qılıncla vurub səni şəhadətə çatdırır. Bu sözü deyəndə Əli nə soruşsa yaxşıdır. Əfi səlamətin min dini, ya Rasulallah, o zaman müsəlman kimi öləcəm. O zaman mən imanda olacam. Dünyanı heyrətləndirir, mat qalır dünya ki, bu nə şəxsiyyətdir. Bir adamın ki, doğum evi Kəbə ola. Bir adamı ki, Allah yorulmadan Quranda tərif eləyə. Bunun sualına bax, elə bil bugün namaza dinə gəlib, deyir, görəsən, öləndə də müsəlman olacam. Peyğəmbər buyurur, bəli, mən dedim, sən şəhid olacaqsan. İman sənin ətvə və qanuva qarışıb. İman ətvə qanuva qarışıb. Narahatçılığı bitdi Əlinin, xeyri yenə bitmədi. Yenə bitmədi. Qürur götürdü Həzrət Əlini, yenə də qürurlanmadı. Bu narahatçılıq nə vaxta qədər davam edir? O zaman ki, İbn-i Mülcəmin qılıncı başına enəndə deyir, Fustu və Rəbbil Kəbə. Bu sözün mənası budur ki, nicat tapdım Kəbənin Rəbbinə and olsun. Axır ki, arxayın oldum ki, mən imanla öldüm, mən namaz üstə şəhadətə çatdım. Peyğəmbərin sözünə inanmır, xeyr, əstəğfurullah, inanır, amma yadından çıxardır, tərifi eşitmir. Deyir, o Peyğəmbərin ağalığıdır, məni tərifləyir. İstənilən yaxşı sözü Allahın ağalığına yazır, Peyğəmbərin ağalığına yazır. Deyir, mən kiməm ki, hansı tərifə layiqəm? Və elə bilirsiniz, bu Həzrət Əlinin xüsusiyyətidir ki, məsələn, istisna adamlarda bu xüsusiyyət olur. Xeyr, yol budur. Bunu bizə başa salmaq istəyirlər ki, yol budur. Yol budur ki, getdikcə gedəsən və getdikcə Allah qarşısında kiçiləsən və kiçildikcə böyüyəsən. Hey, yuxarı baxasan, özündən yuxarı baxasan, dayanmayasan. Bax, Ramazan ayı öncəsi mənim sizə, əziz qardaşlarıma, ən hesab edirəm ki, dəyərli nəsihətim deyəndə böyük çıxar, ən dəyərli sözüm bu ola bilər ki, Ramazan ayının astanasında çalışın ki, çox
istifadə etmək, bəhrələnmək fikrində olaq. Allah bizi bu ayın feyzindən bir nəsib eləməsin inşallah. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İza caa nasrullahi vel fath və ra'aytan-nase yedkhuluna fi dinillahi afvaca. Fesabbih bihamdi rabbika vestağfirhu innehu kana tawwaba. Sadaqallahul aliyyul azim.